fikirləşmisiniz ki, bir şeyi almaq qərarımıza təkcə qiymət və keyfiyyət yox, həm də rənglər təsir edə bilər. Bax, bugün biz rənglərin alış-veriş vərdişlərimizə gizli şəkildə necə təsir etdiyini, yəni işin psixologiyasını araşdıracağıq. Bir anlıq bu sualı düşünün. Məsələn, onlayn auksiyondasınız və birdən-birə daha yüksək təklif vermək üçün həvəslənirsiniz. Və ya bir mağazaya girən kimi sanki bütün gərginliyiniz yox olur. Hə, bax bu hisslər heç də təsadüfi deyil. Səbəb, beynimizin rənglərə verdiyi reaksiyalarda gizlənir. Gəlin bu güclü vasitəni birlikdə kəşf edək. Deməli, əsas məsələ budur. Rəng sadəcə bir dizayn elementi, bəzək deyil. Yox, o, birbaşa beynimizə mesajlar göndərən, duyğularımızı hərəkətə gətirən və nəticədə alıb-almamaq qərarımıza təsir edən çox güclü bir alətdir. Yaxşı, gəlin işə birbaşa isti rənglərdən başlayaq. Görək bu rənglər bizi necə daha sürətli hərəkət etməyə, daha cəld qərar verməyə sövq edir. Baxın, qırmızı, qızılı, sarı. Bu rənglər sanki bir enerji partlayışıdır. Onlar qan təzyiqimizi biraz artırır, diqqətimizi cəlb edir və bizdə bir tələskənlik, bir təcililik hissi yaradırlar. Məhz buna görə də bu rənglər bizi sürətli qərarlar verməyə və indi al düyməsini basmağa sanki psixoloji olaraq hazırlayır. Və bu sadəcə bir nəzəriyyə deyil, praktikada sübut olunmuş bir şeydir. Məsələn, eBay kimi saytlarda qırmızının istifadəsi insanlarda bir rəqabət və həyəcan hissi yaradır. Bu rəng alıcıları instinktiv olaraq daha aqressiv davranmağa, daha yüksək qiymətlər təklif etməyə itələyir. Yaxşı, isti rənglərin o həyəcanlı dünyasından çıxıb, indi spektrın tam əks tərəfinə keçirik. Gəlin görək, soyuq rənglər bizim psixologiyamıza necə təsir göstərir? İsti rənglərin yaratdığı o tələskənliyin tam əksinə, mavi, yaşıl və ağ kimi soyuq rənglər bizim zehnimizi sanki sakitləşdirir. Onlar bizə tələsmədən düşünmək, məhsulu daha yaxşı dəyərləndirmək və nəticədə daha müsbət, daha rahat bir alış-veriş təcrübəsi yaşamaq üçün şərait yaradır. Yəni, bu cədvəl hər şeyi çox aydın göstərir. Əgər məqsədiniz müştərini onlayn hərracda olduğu kimi dərhal hərəkətə keçirməkdirsə, isti rənglər sizin ən yaxşı dostunuzdur. Yox, əgər istəyirsiniz ki, fiziki mağazanıza gələn müştəri özünü rahat hiss etsin, məhsullara sakitcə baxsın, o zaman soyuq rənglər daha doğru seçim olacaq. Amma bir dəqiqə, bu qaydalar həmişə, hər yerdə keçərlidirmi? Əlbəttə ki, yox. Və indi bunun səbəbini, yəni işin ən vacib nüansını araşdıracağıq. Bilirsiniz, universal bir rəng formulu deyə bir şey yoxdur. Bir rəngin yaratdığı təsir ona baxan insanın mədəniyyətindən, yaşından və hətta cinsiyyətindən asılı olaraq tamamilə dəyişə bilər. Yəni, hər kəs üçün işləyən sehirli bir rəng mövcud deyil. Baxın, buna ən bariz nümunə ağ rəngdir. Qərbdə ağ rəng saflıq, toy, yeni başlanğıclar deməkdir. Amma bir çox şərq mədəniyyətində isə bu, matəm və kədərin simvoludur. Bu da bizə göstərir ki, auditoriyanı, yəni hədəf kütləni tanımaq əslində nə qədər həyati əhəmiyyət daşıyır. Beləliklə, gəlin əsas məqamları bir daha yadda saxlayaq. Deməli, isti rənglər hərəkətə keçirir, tələsdirir. Soyuq rənglər isə sakitlik yaradır, düşündürür. Amma bütün bunların hamısından daha vacib olan qızıl qayda dəyişməzdir. Hər zaman öz auditoriyanızı tanıyın və rəng seçiminizi məhz onlara uyğun edin. Ümid edirəm ki, bu məlumatlar sizin üçün maraqlı oldu. Növbəti dəfə bir mağazaya girəndə və ya hansısa bir veb-sayta daxil olanda bir anlıq dayanıb ətrafa baxın və düşünün. Buradakı rənglər mənim qərarlarıma necə təsir etməyə çalışır? Artıq bu oyunun qaydalarını siz də bilirsiniz.